2020-ci il sentyabrın 27-sində Ermənistan Silahlı Qüvvələrinin cəbhə boyu törətdiyi geniş miqyaslı təxribatlara cavab olaraq Azərbaycan ordusu əks hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və 30 il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar. Müharibənin 12-ci günü bölmələrimiz tərəfindən cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 10-adək tank, 6 ədəd D-20 top, 1 ədəd Akasiya özü yeriyan artilleriya qurğusu, 30-adək avtomobil texnikası və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb. 928 ev, 133 mülki obyekt və 45 çox mənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.